Həftəlik bürclər Oğlaq, Boğa, Qız bürclərinin torpaq ünsürlərini 23 fevraldan 2 marta qədər nələr gözləyir? Torpaq ünsürləri bu həftədən 300-ə aiddir. Əlviz söz daha yaxşı. Çünki bu həftə özünüzü dəyişməz, özünüzü yeniləməz. Ən çox da kritik həftələrdən biri Oğlaqlar sizə olur. Çünki bu belə də olmalıdır. Retro vəziyyətinə keçirik, günəş tutulması, özünüzü kəşf etməməyiniz, hər şey təsir edir. Bu həftə elə bir vəziyyətdə olacaqsınız, yəni planlaşdırmadığınız bir problemin, planlaşdırmadığınız bir mübahisəli bir vəziyyətdə olacaqsınız. Sanki addım atacaq, sözünüzü düzəltməyə geridə qalacaqsınız. Özünüzü sağlamlıqla, özünüzün və yaxud ətrafınızda olan kimlərisə sağlamlığına bağlı problem olacaq. Özünüzü yeniləyə bilməyəcəksiniz. Yeni bir alanda özünüzü aktivləşdirə bilməyəcəksiniz. Bu həftə hər şey kaşa vəziyyətindədir. Yəni keçmişin gələcəyə doğru qapıları bağlanacaq, keçmiş gələcəklə əlaqədar bloklanacaq. Zaman çərçivəsində doğru emosionallığınızı itirəcəksiniz. Oğlaq qadınları daha uğurlu bir vəziyyətdə ola bilərsiniz, nəinki oğlaq kişiləri. Çünki oğlaq kişilərin problemləri, güvənsizlik, sağlamlıqla, maddisal problemi udar olacaq. Keçmişdən gələn pulla bağlı problemi sizin aktivləşməyinizi zaman çərçivəsində doğru bloklayacaq. Hər şey bir-birinə qarışmış bir vəziyyətdə olacaq. Övlad, uşaqla, ailə ilə bağlı, həkimlə bağlı bəzi problemləriniz olacaq. Yəni hara qaçıram, qaçma oğlaqlar sizi bir tərəfə doğru stabilləşdirə bilmirəm. Çünki bu həftə həqiqi mənada problemli həftə olacaq. Narahatçılığınıza daha çox sağlamlıq və maddisal mübadiləyə fikir verməyinizi məsləhət görürəm. Çünki ailə, şəxsi münasibət ümumiyyətlə belə qarışıqdır. Ümumi dəyərləndirsə 61%-ə qədər uğurlu edə bilsəz böyük şeydir. O buğalara gələndə buğalar öz qəfəsinizdən çıxmağa çalışırsınız. Çünki sizdə o gücü var, o motivasiya var. Özünüzü aktivləşdirirsiniz, özünüzü gücləndirirsiniz. Kəskin danışıqlar, kəskin risklər. Sadəcə olaraq pulla bağlı etdiyiniz attığınız keçmişdən olan addımlara görə peşmançılığınız, yarımçıqlığınız, ümidsizliyiniz, özünüzü qabağa çəkməməyinizin heç bir mənası yoxdur. Çünki bu keçmişdə etdiyiniz səhvlər oldu, bitdi, getdi bir vəziyyətidir. Özünüzü gücləndirməlisiniz, boşluqdan çıxmalısınız, şanslarınızı zamana doğru aktivləşdirməlisiniz. Və bu həftə sizin motivasiya həftənizdir. Özünüzü gücləndirməlisiniz. Mən bacararam, mən edə bilərəm, mən özümə inanıram. Və bu güc qüvvə var sizdə. Öz olduğunuz qəfəsdən çıxma qüvvəniz var. O qəfəsdən çıxmaqda yüksək səviyyədə buğaları bacaracaqsınız. Bir balaca danışıq üslubu sərtləşir. Buna fikir vermək lazımdır. Küskünləşirsiniz hər kəsdən, hər şeydən uzaqlaşmağa çalışırsınız, ümidsizlik yaşadırsınız. Bunu etməyə ehtiyac yoxdur. Çünki gələn həftələrə doğru o enerjinizin mübadiləsini gücləndirirsiniz. Ən çox da 28-dən başlayaraq. Şans olaraq hər şey uğurlu bir vəziyyətdə olacaqsınız. Buğalar ümumi enerjinizi 76%-ə qədər uğurlu edə bilərsiniz. Sadəcə orada bir dənə nüans var. Qız övladlarınızla əlaqədar enerjilərə fikir verir. Çünki xoşuma gəlmədi. Buğalara aiddir. Qızlara gələndə, qızlar bax beləyik, düşürük, qalxırıq. Nə istədiyimizi, özümüzü necə aktivləşdirəcəyimizi, özümüzü hansı alana doğru aparacağımızı tam beynimizdə quraşdıra bilmirsiniz. Bu həftə küskünlüyünüz var, qısqanclığınız var, xəyanət var, yalanlar var. Şəxsi həyat bütün tutacaq sizin bu həftə qız bürcləri. Yəni tam istədiyiniz güclənmiş bir vəziyyətdə qızlar keçəcəyinizi görmürəm. Çünki şəxsi həyat tam ortada duracaq. Bir tərəfdən maddisal balansınızı düzəltməyə çalışacaqsınız, bu tərəfdən valideynlərinizlə və şəxsi həyatla əlaqədar olaraq həyatınızda olan insanlarla əlaqədar balansınızı itirməyə başlayacaqsınız. Çünki bu həftə qırağın müdaxiləsi ən çox da qızlar bilirsiniz ki, sizlərə təsir edir. Şəxsiyyətlə qırağın müdaxilələri o qədər sizi beyin olaraq, düşüncə olaraq yoracaq ki, nə edəcəyinizi bilməyəcəksiniz və balansınızı itirməyə başlayacaqsınız qızlar. Qulağımızı bağlayırıq. Öz daxili səsimizdən başqa heç bir səsi eşitməyə ehtiyac yoxdur. Çünki bunların heç birinin sizə xeyri yoxdur. Ümumi dəyərləndirsək, yarımçıq olduğunuz üçün deyə bilmirəm. 67%-ə qədər, 66%-ə qədər sizin enerjinizi qaldıra bilirəm. Şəxsiyyətdə yarımçılığınız var, özünüzün bədəni soyuqdur. Yəni dişil və eril enerjilərinizin dövriyyəsi çox zəifdir. Bilmirəm niyə belə vəziyyətdəsiz. Özünüzdən böyük olan bir kişi kimdirsə ondan bağlı problem yaşayacaqsınız. Maddi şəxsiyyət olaraq biraz orada boşluq yaşayacaqsınız. Qızlar qalxırsınız, düşürsünüz, qalxırsınız, düşürsünüz. Tam stabil vəziyyətdə deyilsiniz. Bu həftə torpaq ünsürləri mənim istədiyim güclənmədə deyilsiniz. Buna fikir vermək lazımdır.